biz könüllü İctimai Nəzarət Təşkilatının nümayəndələri olaraq bizə Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini, Qarabağ 1-ci, 2-ci, 3-cü döyüşləri iştirakçısı Şumalov Seymur qardaşımız bizə müraciət edib. Biz də bu müraciət əsasında gəlmişik Seymur qardaşımızı görək. Pensiyası kəsilib. 1 ildir. Bax, bu qardaşın pensiyası kəsilib. Bu nə cür doğrudur, vallah bilmirəm. Bizim də köməkliyimiz ancaq bu qardaşımızın gəlmişik, görək əlimizdə nə gəlir, köməkliyimizi eləyək. Qardaş, sən bizə müraciət eləmişsən, çəkilişə icazə verirsiniz. Bəli, qardaş. Buyur qardaş, dərdini de. Mən Şumalov Seymur Arifoğlu, Beyləqan rayon 1-ci Şahsevən kənd sakiniyəm. 92-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünə uğrunda fəal iştirak eləmişəm. 92-ci ildə də yaralanmışam. Aprel döyüşlərində fəal iştirak eləmişəm və son 44 günlük müharibədə də ata oğul olaraq bir yerdə döyüşmüşük. Qubatlı rayonunda yaralanmışam, ağır yaralanmışam. Mən öncədən 92-ci ildən 2-ci qrup əlilliyimi almışam. İndi 44 günlüyündə təkrar yaralanandan sonra mənim əlilliyimi kəsiblər. Və bütün maddələr də təsdiq olunubdur. Müdafiə Nazirinin hospitalından da, Beyləqan rayon hospitalından da, hamısından, psixiatriyadan da. Nə qədər yatmısan Məşdağada? Məşdağada 3 il Məşdağan xəstəsiyəm. Hal-hazırda da indi Məşdağan xəstəsiyəm. Və bütün maddələrdə qoyur. 54A, 13B, 14B, 40B, hər iki qulağın protezləşməsi, hər iki ayağın parezi, gözlərin zəifləməsi, hamısı, ağız sistem protezləşməsi, hamısı var, qardaş. Qeyri-qanuni olaraq sadəcə Əllərin Bərpa Mərkəzi mənim qrupumu kəsibdir. İndi də ağır vəziyyətdəyəm, gündəlik skora işləyir hər gün üstümdə. Sarğı materiallarından çətinlik çəkirəm, dərmanlardan çətinlik çəkirəm, qardaş. Yəni, bunu gizlətməyin nə adı var ki? Və qardaşlara müraciət eləmişəm. Allah canını sağ eləsin, gəliblər, çəkiliş eləyirlər. Budur, mənim döyüş yolum budur, göz qarşısındadır, qardaşlar. Qardaş, biz də könüllü İctimai Nəzarət Təşkilatının nümayəndələri olaraq biz çağırmışsınız, biz də gəlmişik. Bu Şahzadə müəllimdir. Bu könüllü İctimai Nəzarət Təşkilatının Xocavənd rayon sədrinin 1-ci müavinidir. Sən də öz sözün qısa formada. Mən öz sözümü belə deyərəm ki, biz də tanış olduq bu Seymur qardaşla. Həqiqətən də indi baxırıq, görürük, bunlar hamısı sübutdur. Yəni bunun xidmətlərinin nəticəsində təltif olunan medallardır, fəxri fərmanlardır. Allah canını sağ eləsin. Özümüz də baxdıq onun ayaq hissəsinə, özünün durumuna baxırıq ki, həqiqətən də bu olub, bu pensiya alıbdır. Alıb, vaxtı ilə də alıbdır. İndi bir ildir elə kəsin. Bir ildir dayanıbdır. Bu bizə... Tez əlini çəkəsin. Bu bizdən kömək istəyir ki, nə bilim, Bu vəziyyətdədir. İndi demək olar ki, hələ yaxşı vəziyyəti budur. biz də istəyirik. Allah şəfa versin, qardaş. Nəsə bir kömək eləyər. İnşallah biz könüllü İctimai Nəzarət Təşkilatı olaraq biz də sədrimiz Təyyar müəllimdən xahiş edirik. Bizim bu qazimizə əlindən gələn köməkliyi eləsin. Çox sağ ol qardaş, Allah şəfanı versin, inşallah yaxşı olar. Köməyiniz olsun, sizə Çox sağ ol. minnətdaram, təşkilatın sədrinə minnətdaram. Çox sağ olun, sağ olun qardaş. Allah sizdən razı olsun. Allah köməyiniz olsun, var olun.